Salam xanımlar, hər vaxtınız xeyir olsun. Necəsiniz? Ümid edirəm ki, hər birinizin günü gözəl keçir. Mən də həmişəyə kimi mətbəxdəyəm, qablarımı yuyuram. Fikirləşdim ki, niyə bu vaxtı boş keçirim? Gəlin həm işimi görüm, həm də sizinlə biraz söhbət edim. Bilirsiniz, son vaxtlar bir şeyi çox düşünürəm. İnsanlar niyə bu qədər özlərini başqaları ilə müqayisə edirlər? Sosial şəbəkələrə giririk, kiminsə yeni maşınını görürük, kiminsə evini, səyahətini, uğurunu görürük. Bir anda elə bilirik ki, hamının həyatı bizdən yaxşıdır. Amma bir şeyi unuturuq. Heç kim sosial şəbəkədə ağladığı günü paylaşmır. Heç kim borcunu, stresini, yorğunluğunu, gecələr yata bilmədiyini göstərmir. Hamı həyatının ən gözəl anlarını paylaşır. Biz isə həmin bir neçə saniyəyə baxıb öz həyatımızı dəyərsiz hesab edirik. Əslində hər kəsin öz mübarizəsi var. Kimsə pul qazanmaq üçün gecə-gündüz işləyir, kimsə sağlamlığı üçün mübarizə aparır, kimsə ailəsini ayaqda saxlamağa çalışır. Hər kəsin görünməyən bir yükü var. Ona görə də özünüzü kiminləsə müqayisə etməyin. Bir də həyatınızda dəyişməsini istədiyiniz bir şey varsa, bazar ertəsi başlayacağım, ayın biri başlayacağım, yaydan sonra başlayacağım deməyin. Çünki insan hazır olanda yox, qərar verəndə başlayır. Mükəmməl vaxt yoxdur. Ən yaxşı vaxt elə bu gündür. Mən də hər gün özümə bunu xatırladıram. Hər gün mükəmməl ola bilmərik, amma hər gün biraz daha yaxşı olmağa çalışa bilərik. Əsas məsələ də budur. Yaxşı, mən qablarımı yumağa davam edim. Siz də mənə yazın görüm, son vaxtlar sizi ən çox düşündürən mövzu nədir? Şərhlərdə rəylərinizi gözləyirəm. Özünüzə yaxşı baxın, görüşənədək, hələlik.